Əlbəttə biz Konsentrasiya. qol vurup sonra outdan ya da standartdan qol buraxırıqsa bir problemdir. Biz çalışırıq, momentdə şanslarımız çox yaxşı var idi, boş qapılara vura bilmirik. Sonra da outdan buraxırıq. Katastrof. Yaxşı oyun üslubu var. Müdafiədə dururlar, kontrataka qaçırlar, yaxşı standartda istifadə edirlər. Amma problem onları heç istəmirəm demək, nətər olar oyun. Əsas biz də çox bərbad oynuyoruz. Xeyr yoxdur, bundan da heç uduzmuşuq. Hücumda biz oynamırıq, momentlər də yaradırıq, qollarımız da var, amma bir komanda olaraq, komanda şəkildə müdafiədə çox zəif oynuyoruz. İndiki çox çətindir deməkdir. Şanslar oradan da azərkeşlərimiz gözlədiyi biz oynadığımız başı yalnız. Onsuz da çətin səfər deyəndə evdə də ola bilmirik. Ona görə deyiləsi bir şey yoxdur. Azərkeşlər üçün istəyirik yaxşı nəticə qazanmaq inşallah.